Bugün biz Şəmkir şəhəri Kür qəsəbəsindəyik. Şəmkir şəhərin 91-92-ci il şəhidlərinin muzeyidir. Gördüğünüz kimi baxılmaz bir vəziyyətdədir. Bizim nümayəndələr bunlar niyə məşğul olmurlar? Burada şəhidlər muzeyi bu vəziyyətdə olarmı? Baxılmaz bir vəziyyətdə. Baxın dostlar, görürsünüz qapı qırıq olaraq tam görürsünüz bu vəziyyətdə. Bütün şəhidlər muzeyi bax belədir. Baxılmaz bir vəziyyətdə, qırıq-qırıqdır. Gəlirik, bax, bura bağıdır, şəhidlər bağıdır. Bütün ağaçlar qırıq-qırıqdır. Varamlar bağ yanıb. Gördüğünüz kimi Cənab Prezident, bizim Ali Baş Komandamız, Cənab Prezidentimiz gördüğünüz kimi bizim şəhidlərin muzeyidir. Bax, bu vəziyyətdə gördüğünüz kimi bütün bağlar ağına vəziyyətdədir. Bax, bura bizim ağımızdır. Görürsünüz. Görürsən bu Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndənin bundan xəbəri varmı? Ağaçlar yanıb, kül olub, baxılmaz bir vəziyyətdədir. Bu da şəhidlər sözü yazılıb aynalarda. Görərsən, bax, çıxıram pilləkəndən. Bax, taxtadan yumuq var. Şəhidlər, baxın, bax, taxtadan şəhidlər sözünün yumuq var. Hamısı taxtla vurulur. Şəhidlərimizin taxtla üstün yumuq var ki, yəni şəhid sözü bilinməsin. Gördüğünüz kimi bu iki aynadan baxılmaz bir vəziyyətdir. Mən yanıb kül olub. Baxılmaz bir vəziyyətdədir. Bu parkdır. Parka belə mi baxırlar? Şəmkir Kür qəsəbəsinin muzeyinin parkına. Mən sizdən çox xahiş edirəm, Cənab Prezident. Bu barədə bir tədbir görəsiniz. Bu barədə nümayəndəlik icra niyə bu vəziyyətdədir? Baxın, ağaçlara baxın dostlar. Gördüğünüz kimi tam pis gündədir ağaçlar. Hamısı. Çox sağ olun.